İkinci hissə. Rayon mərkəzindən Afurcaya qalxan yolda Qazəllibil markalı maşın asta-asta gedirdi. Yolun bir tərəfi meşəli dağa, o biri tərəfi isə dərin dərəyə, çay yatağına baxırdı. Vadinin şaxtası adamı qılınc kimi kəsirdi. Leylanın içi keçə çəkmələrinə elə bil ovuc-ovuc buz tökmüşdülər. Dizlərinə iynə sancaq batırırdılar. Yun əmcəkli əllərini hey qılçalarına sürtürdü. Başındakı yun şalı burnunun üstünə çəkmişdi. Nəfəsi ilə qızınırdı. Sürücü də qulaqlı papağını başına bərk basmışdı. Kürkün qollarından ancaq barmaqları görünürdü. Dağ yolunu keçəndən sonra maşın sürətini artırdı. Sürücü papağını alnından geri itələdi. Arxaya işarə etdi. Orada brezent plaş var, çək ayaqlarının üstünə. Leyla yerində qurcalandı. Heç təsəvvürümə gəlməzdi ki, belə soyuq olacaq. İkicə saat əvvəl yola hazırlaşanda gün çıxmışdı. Elədir, nabələd adama təəccüblü gəlir. Bizim yerlərin havasına bel bağlamaq olmaz. Yayın cırhacırında rayon mərkəzində istidən baş çatlayır. Şəhərdən aralanan kimi canına üşütmə düşür. Haşım dayı bunu deyib, qabaqda görünən dağları göstərdi. Qaşqabağı tutulub, deyəsən yenə yağacaq. Mart belə olanda dekabrın, yanvarın şaxtasını təsəvvürümə gətirirəm. Qışda get-gəl olurmu? Yol riz kəsilmir ki. Niyə? Kəsilən vaxtı da olur. Yollar indi qaydaya düşür. Müharibə illəri buralara ancaq atla gəlib gedirdilər. O dərəyə təkə qəbirstanlığı deyirlər, eşitmiş olarsınız. Leyla üzünü şüşəyə dirədi. Qandırılıb keçdikləri yola nəzər saldı. Afurcaya bələdliyiniz varmı? Necədir? Xəstəxanasını görmüsünüzmü? Sürücü boğazını arıtdı. Niyə pis deyil? Leyla dikəldi. Əllərini qoynunda çarpazladı. 2 gün əvvəl Bakı vağzalında yumşaq vaqonun kupesində də beləcə oturmuşdu. Xavər qapı ağzında durmuş, pəncərədən eşiyə boylanan Rənanın ətəyindən yapışmışdı. Səriyə isə yanaşı əyləşmişdi. Leylaya hey tapşırırdı. Üst-başını qalın elə. Leyla ayaqlarını yuxarı qaldırdı. İçi keçə çəkmələrini göstərib güldü. Ciyi, bundan da qalın. Səriyənin çeşmə arxasında yaşarmış gözləri parladı. Nə vardı axı? Oturmuşdun yerində, rahatca işləyirdin. Kəcliyin tutdu. Deyirlər qılıqlı minev yeyər. Qılıqsız heç birini də görməz. Leyla onu qucaqlayıb ucadan güldü. 2-3 il nədir ki, mövzu da götürmüşəm. Həkimə təcrübə lazımdır, getməsəm bitirərəm. İkinci zəng çalındı. Vaqon bələdçisi qapıda göründü. Kupelerin qabağından keçə-keçə dedi. Xahiş edirəm, yola salanlar düşsünlər. Doktor, siz Bakının özündənsiniz? Leyla diksinən kimi oldu. Bəli, özündən. Rayonda olmusunuzmu? Səriyə teatrla qastrol səfərinə çıxanda Leylanı da özü ilə aparardı. Bəli, olmuşam. Xəstəxana deyəndə sən elə deyən xəstəxana deyil. Cəmsi 4-5 ildir açılıb. Qabaqlar həkim məntəqəsi idi. Bircə felçerə baxırdı. Bizim bacanaq orada işləyirdi. İşləyirdi deyəndə elə indi də oradadır. Afurca xəstəxanasının baş həkimi Əliyar Əliyarovu rayonda tanımayan tapılmaz. Hörmətli adamdır. O da yerlidir. Yox, gəlmədir. Deyirlər əvvəl Rusiyyətdə işləyib. Arvadı da rusdur. Pis adam deyil. Bizim bacanağa da hörmət qoyur. Bacarıqlı oğlandır. 3 ildə bir ev eşik düzəldib ki, gəl görəsən. Xəstəxananı necə, oranı da mı düzəldib? Haşım dayı öskürdü. Boğazını arıtlayıb xeyli dinməzcə oturdu. Sonra gözünü yoldan çəkmədən dilləndi. Soruşmaq ayıb olmasın, siz necə, mamaçasınız? Leyla gülümsəyərək başını yırğaladı. Xeyr, cərraham. Haşım üzünü yana çevirdi. Çiyinləri qalxıb endi. Yox ha. Niyə? Cərraha oxşamıram. Doğrusu yox. Mənə elə gəlir ki, cərrah gərək çox qüvvətli ola, kişi ola. Niyə? Yekəbər, qüvvətli kişilərin hamısı məgər igid olur? Kişilərin qorxağı yoxdur. Orası doğrudur. Ancaq necə olsa, bu hər adamın işi deyil. Mənim oğlum da yekə kişidir. Bugün sabah ali məktəbi qutarır. Digər ki, toyuq başı da kəsə bilmir. Cərrah insanı yox, onun ağrısını kəsib atır. Bir müddət dinməz getdilər. Xəyal yenə onu keçmişə, ötən günlərə çəkirdi. Çünki Xalid, Səriyə, Xavər, dostlar orada qalmışdı.
Bəzən adamların arasına elə keçilməz sədlər çəkilir ki, biri bu tayda qalır, biri o tayda. Leyla onu keçməyə ehtiyat etdi. Bilirdi ki, Xalid bu səddi qəbul etməyəcək. Yox, yox, bu sədd onun qanadlarını qırınca, qoy mənim ürəyimi qırsın. Bəs niyə rayon mərkəzində qalmaq istəmədiniz? Sual Leylanı yenə xəyaldan ayırdı. Səhiyyə şöbəsi belə məsləhət bildi. Haşim dayı dinmədi, ancaq başını yırğaladı. Afurcada mehmanxana ya qonaq evi varmı? Mehmanxananı neynirsən? Səni birbaş aparacam bacanağın evinə. O boyda həyət bacada bir ərdir, bir arvad. Qızların 4-ünü də köçürüblər. Leyla imtina etdi. Yox, yaxşı düşməz. Deyilənə görə həkimin xəstəxananın həyətindəki evi boşdur. Haşim dayı etiraz etdi. Yaxşı ev olsaydı boş qalmazdı. Qışın bu vaxt orada tək-tənha nə edəcəksən? Birazdan sürücü maşını yol üstündəki kəndlərdən birinə saldı. Yolu yarı eləmişik. Deyirəm bir balaca dincimizi alaq. Bir-iki stəkan çay içərik, canımız qızar. Onlar yerə düşdülər. Şüşəbəndli bir binaya sarı getdilər. Binanın qapısı açıldıqca içəridən qucaq-qucaq buğ çıxırdı. Qapı üzərindəki lövhəni qar basdığından yalnız axırıncı hərfləri oxunurdu. Xanası. Stolların çoxsu tutulmuşdu. Samavarların buxarı və papiros tüstüsündən içəri dumanlı görünürdü. Haşim kişi sağa sola baş əyərək oturanlarla salamlaşdı. Söhbəti qızışanlar, çay içə-içə danışanlar, Leyla keçdikcə sözlərini kəsib yetik nəzərlərlə onu müşayiət edirdilər. Birazdan cavan oğlan, çayçı köməkçisi padnosda bir cüt armudu stəkan və 2 çaynik təzədən çay gətirdi. Leyla ömründə çaydan belə həzz almamışdı. Onlar Afurcaya axşam çağı çatdılar. Narın qar yağırdı. Kənd evlərini elə bil ağ kağızdan kəsib dağın döşünə yapışdırmışdın. Xırda ağaclar başına ağ duvaq atmışdı. Hər tərəf göz işlədikcə qardı. Ətrafda nə vardısa, hamısı qışın pərqu yorğanına bürünüb mürgü döyürdü. Səma elə bil aşağı enmişdi. Küçələrdə tək-tək adamlar, hərəkət edən maşınlar görünürdü. Haşim kişi maşını birbaş felşer Nadirin həyətinə sürdü. Ər-arvad maşın səsi eşidən kimi çölə çıxdılar. Sən demə rayon mərkəzindən zəng çalıb, həkimin gəlişini xəbər veriblərmiş. Süqrə səhər ertə tövlədə mal qaranı rahlayıb, geri dönəndə əri ilə həkimi eyvanda geyimli keçimli gördü. Hara belə, iş qaçmır ha, deyib məzzəmmətlə ərinə baxdı. Bir loxma çaydan çörəkdən yeyin, sonra gedin. Nadir dilləndi. Birazdan qayıdıb yeyərik, sən tədarükündə ol. Doktor xəstəxanaya dəymək istəyir. Xəstəxana felşerin evindən bir elə uzaq deyildi. Cəmsi 2-3 küçə aralı idi. Ətrafına qaratikan çəpəri çəkilmiş həyətdə əyni gödəkcəli bir qoca odun doğrayırdı. O gələnləri görüb əl saxladı. Həyətin o başından, eyvanın altından boz bir köpək çıxdı. Xaltasına keçirilmiş zənciri sürtləyə-sürtləyə qocaya yaxınlaşdı. Doqqaza sarı hürdü. Qoca çımxırdı. Kəs səsini. Köpək mırıldana-mırıldana öz yerinə qayıtdı. Nə var, nə yox? Doktor Əliyarov gəlibmi? Qoca əlini belinə qoyub əvvəl Leylanı, sonra felşeri süzdü. Yaşıla çalan xırda gözləri qırışlar içində itdi. Rəhmətliyin oğlu, bu vədə doktor Əliyarovun buralarda nə işi? Deyən bu gecə heç kimin gözünə yuxu getməyib. Zərifgildə səhərin gözü açılmamış qapını kəstirmişdilər. Qulaqlarına səs çatıb. Deyirlər, yuxarıdan böyük doktor gələsidir. Felşer pilləkənə sarı addımladı. Leyla da onun ardınca yeridi. Keşikçi səsini daha da ucaldıb sözünə davam etdi. Deyirəm, bala, böyük doktorun bu qarda, çoğunda, buralarda nə ölümü? Leyla gülüşünü güclə saxladı. Felşer isə özünü eşitməzliyə vurub, boğazını çəkmələrinin qarını təmizləmək bəhanəsi ilə ayağını yerə döydü. Eyvana baxan qapılardan biri açıldı. İçəridən ağbəniz, orta yaşlı bir qadın çıxdı. O uclarını qolları altından keçirib çarpaz bağladığı sürməyə şalını düzəldə-düzəldə gələnləri qarşıladı. Açıq-aşkar uşaq yetikliyi ilə Leylanı başdan ayağa süzdü. Qalın qırmızı dodaqlarının qaytanı qırıldı. Bir-birinə qısılmış ağ dişləri parladı. Gözünü Leyladan çəkmədən, xoş gəlmisiniz dedi.
Doktor Əliyarov elə indicə sizi soruşurdu. Tapşırdı ki, gələndə zəng çalsın. Felçer dinmədi. Eyvana açılan pəncərənin pərdəsi dalında iki qız dayanmışdı. Qızlar dəhlizə boylanırdılar. Otaqların biri nisbətən sahmanlı idi. Üstünə ağ mələfə çəkilmiş yazı masası, xəstəni müayinə etmək üçün taxt, dava-dərman yığılmış şüşəli ağ dolab, əliz yuyan. Küncdəki sobadan ətrafa xoş istilik yayılırdı. Sobanın üstündə də tənəkə çaydan mızıldayırdı. Arabir sobanın üstünə daman suyun cızıltısı çaydanın nəğməsini pozurdu. Felçer baş həkimin otağı ilə yanaşı laboratoriya üçün ayrılmış kiçik otağın qapısını araladı. Bayaq pəncərədən boylanan ağ xalatlı qızları göstərib həkimə tanışlıq verdi. Bu bizim Aynə xanımdır. Laboratoriyanın ixtiyarını ona tapşırmışıq. Bu da bizim zərfimizdir. Tibb məktəbini qurtarıb. Bütün kənd uşaqları onu görəndə qaçıb gizlənirlər. Özünə də iynəcə zərif deyirlər. Qız üzünü utancaqcasına yana tutdu. Yanağının qırmızısı su çəkənə düşən çəhrayı mürəkkəb kimi ağ çöhrəsinə yayıldı. Qarayanyız Aynə isə nə edəcəyini bilmir, pəncərəyə yığılmış qabların birini götürüb o birini qoyur, kağız-koğuzu səliqəyə salır, imkan tapdıqca da Leylanı süzürdü. Qapısı üzərində birinci palata yazılmış otaq o birilərindən genişdi. İki pəncərəsi həyətə baxırdı. İçəridə yan-yana düzülmüş çarpayıların yatacağını qatlayıb yığmışdılar. Ona görə də içəri girənin nəzərini hər şeydən əvvəl sarı, kirli döşəklər, qırıq sökük çarpayı torları cəlb edirdi. Döşəmə taxtaları aralanmışdı. Aşağıdan kəsif kif qoxusu gəlirdi. İki pəncərə arasındakı sobanın qapısı açıqdı. Görünür bu soba od ocaq üzü görməmişdi. Buna görə də çölü kimi içini də pas tutmuşdu. Felçer Leylanın gözü ilə ətrafı nəzərdən keçirəndə daxilində narahat bir his baş qaldırdı. Əslində buranın adı palatadır. Bizim yerin cəmaatı xəstəxanada yatmağı sevmir. 2 il əvvəl mamaçamız olan vaxtı buranı zahlar üçün ayırmışdıq. Bəs indi kəndinizdə doğuş qadağan olunub? Felçer güldü. Arvadlara bunu qadağan etmək olar. Çoxu rayon mərkəzinə gedir. Yerdə qalanı da öz evində. Leyla başını yırğaladı. Deməli, ara mamaçanın kefi sazdır. Müalicə, dava-dərman deyəndə Afurcada və ona yaxın kəndlərdə bircə nəfəri tanıyırdılar. Hamının Nadir qağa dediyi felçeri. 30 ildən bəri onun şöhrəti yaxın-uzaq kəndlərə yayılmışdı. Onun verdiyi dərman xəstəni yataqdan qaldırar, əli dəyən naxoş can ağrısını unudardı. Nadir yaxşı sınıqçı idi. Sınıqçı atasından, sonra da texnikumda öyrəndiklərini 30 ilin təcrübəsi biraz da təkmilləşdirmişdi. Dağ havasında boya başa çatmış Afurca sakinlərinin əsas mərəzi nə olardı? Biri atdan yıxılar, beli sərpərdi, biri ağacdan düşər, o biri dağdan, qayadan aşar, qolu bıçasını əzərdi. Belə şeylərin ustası Nadir də tez dada çatar, burxulmuş, çatlamış, sınmış sümükləri rengensiz, fotosuz əl havasına təyin edib çarəsini qılardı. Bəzi analar, nənələr qulağı, dişi ağrıyan uşaqlarının qolundan yapışıb Nadirin qapısını döyərdilər. Başına dönüm həkim, buna bir çarə. Felçer onları inandırmağa çalışardı ki, o hər dərdin çarəsini bilmir. Uşağı qulaq, diş və ya göz həkiminə aparmaq lazımdır. Kim idi belə məsləhətlərə qulaq asan? Bir neçə il əvvəl Afurca xəstəxanası təşkil olunanda onu təsərrüfat müdiri keçirdilər. Ancaq bu dəyişiklik işin ümumi ahənginə təsir etmədi. Rayonda yaxşı mütəxəssisdən söz düşəndə mütləq Əliyar Əliyarovun adını çəkirdilər. Kişi işləri elə nizama salıb ki, o tərəflərdən rayona bircə şikayət gəlmir. Elə buna görə də Afurcalılar baş həkimi rayon sovetinə deputat seçmişdilər. O vaxt çox götür-qoy edəndən sonra Əliyarovun namizədliyini bəyənmişdilər. Savxoz direktorunu seçmək mümkün deyildi. Vəzifəyə təzəcə təyin olunmuşdu. Məktəb müdiri, qocaman müəllim Şəhriyarın cəmaət arasında nüfuzu çox olsa da yaşı ötmüşdü. Sabah biri gün təqaüdə çıxası idi. Demək baş həkim Əliyar Əliyarov hər cəhətdən məqsədə uyğun idi. Bir gün kənd əhlini savxozun klubuna yığdılar. Xəbər vermişdilər ki, yığıncaqdan sonra Azərbaycan dilində rəngli kino göstəriləcək.
Camaat, böyüklü-kiçikli hamı yığıncağa geyimli-kecimli gəldi. Yığıncaq çox da uzun sürmədi. Ancaq kino həvəsi ilə salona yığışanlara o uzun göründü. Səhnədə qırmızı örtüklü stolun arxasında oturanlardan biri xitabət kürsüsünə yaxınlaşıb Sovet seçki sistemindən məlumat verdi. Yaxınlaşmaqda olan seçkilərdən, hökuməti idarə orqanlarına dəyərli adamları seçməyin zərurətindən danışdı. Bir-iki çıxışdan sonra rayon mərkəzindən gələnlərdən biri qalxıb öz adından deyil, salonda oturanların adından, yəni Afurca camaatının adından danışanda dedi ki, camaat rayon sovetinə çox layiqli bir vətəndaşın, bu tərəflərdə hamının hörmətini qazanmış Əliyar Əliyarovun namizədliyini irəli sürür. Dinləyicilərə elə gəldi ki, bu onun öz istəyi ilə olmasa da, böyrəndə oturanların arzusudur. Beləliklə Əliyar Əliyarov rayon sovetinin deputatı oldu. Mərkəzdə Afurca camaatını təmsil etməyə başladı. Düzdür, Afurcalılar bu seçkinin xeyrini, zərərini, istisini, soyuğunu bir o qədər də hiss etmədilər. Ancaq Əliyar Əliyarovun özü bunu çox yaxşı hiss etdi. Deputat 2 il əvvəl rayon icraiyyə komitəsi qarşısında abadlıq işləri ilə bağlı məsələ qaldırdı. Sübut etdi ki, təsərrüfat əhəmiyyəti etibarilə Afurcanın çox böyük gələcəyi var. Afurca bağçılıqdan, heyvandarlıqdan başqa qiymətli mədən sularının beşiyidir. Bu tərəflərə gələn qonaqlar hər şeydən əvvəl Afurcanı görmək arzusunda olduğunu bildirirdilər. Buna görə də Afurcada abadlıq işlərinə diqqət yetirmək vacibdir. O bir deputat kimi rayon təşkilatlarının nəzərini bu məsələyə cəlb etdi. Beləliklə Afurcada qonaq evi, safxoz klubu, hamam və xəstəxana binasının layihəsini hazırlayıb, yaxın zamanda tikinti işlərinə başlamaq barədə qərar qəbul olundu. Qərarın icrası təxirə salınmadı. Deputat işgüzarlığını göstərdi. Çox çəkmədi ki, tikintiyə lazım olan bütün materiallar əldə edildi. İnşaat briqadaları yaradıldı. Birinci növbədə qonaq evinin tikintisinə başlandı. Bu bina gündən-günə yox, saat-pa-saat yüksəldi. Kəndin girəcəyində, qayaların arasından fəvvarə vuran isti su bulağının böyründə özülü qoyulmuş hamam da qışa kimi hazır oldu. Təbii isti və soyuq bulaq suları ilə təmin olunmuş hamamın söhbəti nəinki ətraf kəndlərə, hətta rayon mərkəzinə belə gedib çıxırdı. Bu hamam kurort şəhərlərindəki müalicəxanaları xatırladırdı. Bütün bunlar da deputat Əliyar Əliyarovun adı ilə bağlı idi. Şübhəsiz belə bir vaxtda Əliyar Əliyarovdan kimsə cəsarət edib soruşmazdı ki, qonaq evinin böyründə ucalan o yaraşıqlı, mətbəxi və hamamxanası kafelli, divarları şəbəkəli binanın xərci hardandır? Tikinti materialları kimin hesabına başa gəlib? Klubla xəstəxana binasının tikintisi isə əvvəlki sürətlə getmədi. Əvvəl layihənin qüsurlu olması əngəl törətdi. Sonra tikinti materiallarında əyər-əskik meydana çıxdı. Daha sonra təsərrüfat işlərinin qızğın dövrü olduğundan işçi qüvvəsi çatışmadı. Bir sözlə, tikintini o biri ilə saxladılar. Bir qış sabahı rayon səhiyyə şöbəsi müdiri Rüstəmov Afurca xəstəxanasının baş həkiminin evinə zəng çalıb dedi ki, sizə yaxşı, gözəl göyçək bir cərrah xanım göndəririk. Əliyar gözlənilməz xəbərdən özünü itirdi və buna görə də yersiz bir sual verdi. Nə münasibətlə? Rüstəmov belə yersiz suala qarşı təəccübünü bildirdikdə, Əliyar Əliyarov vəziyyəti yüngülləşdirmək məqsədi ilə zarafata keçdi. Necə deyərlər, halvaçı qızı daha şirin, göndərirsiniz, əcəb eləyirsiniz. Axı biz sizdən mama istəmişdik, indiki zamanda bu bizə daha vacibdir. Şöbə müdiri cavab əvəzinə Əliyar Əliyarovun o qədər də döşünə yatmayan ikinci suala keçdi. Xəstəxana binasının layihəsini almısınızmı? Tikintiyə nə vaxt başlayırsınız? Əliyar Əliyarov təzə cərrahın gəlişini, onu narahat edən sualın mənasını özlüyündə götür-qoy etmək üçün söhbəti tez kəsmək istədi. Buna görə də şöbə müdirinə dəqiq cavab verdi. Layihəni almışıq, yoldaşlarla da məsləhətləşmişik. Bir əngəl ortaya çıxmasa, baharda başlamaq fikrindəyik. Telefon söhbəti bitəndən sonra dəstəyin soyuğundan donmuş əlini yorğanın altında gizlətdi. Gözlərini yataq otağının şəbəkəli tavanına zilləyib fikrə getdi. Sonra böyrü üstə çevrildi. Felşerin evini aldı. Əvvəl biraz gecikəcəyini, vacib iş dalınca gedəcəyini bildirdi. Sonra təzə cərrahın gəlməsini xəbər verdi. Axırda da soruşdu.
Tikiləsi xəstəxana binasının layihəsini görübsənmi? Felçer şübhəsiz layihədən xəbərsizdir. Təsərrüfat müdiri olsa da ömründə belə işlərə qarışmamışdı. Bir də axı baş həkim öz səlahiyyətinə aid məsələlərdə kimsə ilə məsləhətləşməzdi. Mərkəzdən gələn sənədləri oxuyandan sonra seyfə qoyub kilidlərdi. Bu dəfə nədənsə bu işi Nadirə həvalə edirdi. Tapşırırdı ki, sabah təxminən saat 12-də yeni layihə ilə tanış olmaq və məsləhətləşmək üçün səlahiyyəti çatan bir neçə adamı kənd sovetinə çağırtırsın. Leyla baş həkimlə 2 gün sonra görüşə bildi. Birinci gün felçer günortadan sonra xəbər verdi ki, Əliyarov deputatlıq vəzifəsini yerinə yetirmək üçün qonşu kəndə seçicilərlə görüşə getmişdir. İkinci gündə söhbətdən göründü ki, həkim görüşdən qaydanda yolda soyuqlayıb, xəstəxanaya gələ bilməyəcək. O, ancaq üçüncü gün, günortadan xeyli keçmiş göründü. Leyla gəldiyi gündən felçerlə bir otaqda otururdu. Kiçik pəncərəsi qonşu dama açılan havasız otağın divarları bir neçə yerdən çat vermişdi. Suvağı tökülən, dəlmədeşik divarlara çoxlu plakat vurmuşdular. Tavanla kiçik pəncərənin arasındakı çata da iri bir plakat yapışdırmışdılar. Otağı qatlama arakəsmə ikiyə bölürdü. Felçer xəstələri arakəsmənin arxasında müayinə edirdi. Buranın bir üstün cəhəti vardı ki, otaqların hamısından tez isinirdi. Baş həkim Leylanı çox soyuq qarşıladı. Yerindən belə tərpənmədən qarşısında dayanmış nərmə nazik qızı başdan ayağa, ayaqdan başa süzdü. Öz-özündən istehza ilə soruşdu. Əliyarov, səni bununmu qarası basmışdı? Xoş gəlmisiniz, deyirlər işə başlamısınız. Hətta xəstə də qəbul etmisiniz. Çox yaxşı. Bu vədə xəstəxanada iş az olur. Əsl iş yaz başı başlayır. İndi də təzə xəstəxana tikmək istəyirik. Əslində bu təsərrüfat müdirinin vəzifəsidir. Ancaq nə edəsən ki, öhdəsindən gəlməz. Belə işlərdə səriştəsi yoxdur. O hey danışır, bir neçə dəqiqə çəkən ilk görüşdən hiss etdirmək istəyirdi ki, burada tam ixtiyar sahibidir və baş həkimin icazəsi olmadan kimsə bir addım ata bilməz. Hərc-mərclik, anarxiya olan yerdə iş getməz. Şikayətlənirdi ki, Uzaqdağ kəndində həkim təkcə can ağrısı ilə deyil, bundan qat-qat ağır xəstəliklə də mübarizə aparmalıdır. Nadanlıq, gerilik, fərasətsizlik, ətalət. Bunlar daha çətin müalicə olunan xəstəliklərdir. Onun şikayətində ürək ağrısı hiss etmirdin. Əksinə, bir sövqü təbii ilə başa düşürdün ki, o ətrafındakıları alçatmaqla öz üstünlüyünü, onlardan qat-qat yüksəkdə durduğunu müsahibinə çatdırmaq istəyir. Baş həkim söhbətin axırında dedi. Yaxşı olar ki, hələlik burada mənim kabinetimdə oturasınız. Felçerin otağı həm darısqaldır, həm də xəstə qəbul etmək üçün elə bir yararlı deyil. Bir də mən burada az-az oluram. Kəndlərə xəstə üstünə gedirəm, rayon mərkəzinə çağırırlar. Burada otursam da məncə bir-birimizə mane olmarıq, elə deyilmi? Leyla etiraz etmədi. Başa düşdü ki, bu sualdan çox əmirdir. Xəstəxanaya gələnlərin sayı o qədər də çox deyildi. Ancaq Aynə ilə Zərifənin sözündən belə çıxırdı ki, son vaxtlar naxoşlayanların sayı 1-ə 2 artıb. Leyla səhər ertə işə gələndə xəstələri həyətdə, eyvanda gəzişən görürdü. Gələnlərin çoxu uşaqlı analardı. Bir neçə gün sonra Leyla Nadirdən xahiş etdi ki, eyvana stul düzdürsün. Tənzifdən ayna pərdələri bişdirsin. Pəyandazları dəhlizə saldırsın. Eyvanda bir paltar asılqanı qoydursun. Baş həkim özü əvvəlcədən xəbər verdiyi kimi xəstəxanada az-az görünürdü. 2 gündən bir, onda da günortadan sonra gəlib cəmaatı başına yığır, vəziyyəti soruşur, dəftərçəsini çıxarıb qeydləri edir, qızların dəmlədiyi təzə çaydan 1-2 stəkan içəndən sonra iş dalınca gedirdi. Leyla gələri qonşu otaqda çalışan qızların da işi artmışdı. Çünki təzə həkim xəstəliyə düzgün diaqnoz qoymaq üçün xəstəni hər tərəfli müayinədən keçirirdi. Buna görə də tez-tez laborant Aynaya və tibb bacısına müraciət etməli olurdu. Əvvəllər o qonşu otağa baş çəkəndə daim aynanı mütaliə edən, Zərifəni isə rəngbərəng sapları dizləri üstə töküb corab, əlcək ya köynək toxuyan görərdi. İndi isə qızların bir dəqiqə belə macalı olmurdu. Bir dəfə günortadan xeyli keçmiş baş həkimin kabineti qabağına düzülmüş stullar boşalandan sonra qonşu otağın qapısı açıldı. Qapının arasından aynanın başı göründü. Olarmı kollega?
Buyurun, buyurun, icazə nə lazım Ayna xanım? Ayna sözlü adam oxşuyurdu. O yaxın gəlib əlindəki məktubu Leylanın qabağına, mələfə örtüklü stolun üstünə qoydu. Leyla gözlərini qıyıb zərfin üstünü oxudu. Sevincək halda məktubu açmağa başladı. Xavərdəndir, rəfiqəmdən. Ayna barmağını ünvana uzatdı. Hələ ilk dəfə görəndə ürəyimə damdı ki, mən sizi hardasa görmüşəm. Nə qədər fikirləşdim, yada sala bilmədim. Mən həmin həyətdə böyümüşəm. Sizi də Xavərgildə görmüşəm. Nə yaxşı, Xavərə məktub yazaram ki, burada tanışınızı tapmışam. Ayna xanım Biləndərli, vaxtilə Biləndərli yazmayın, tanımaz. Bu mənim ərimin familidir. Eşitmiş olarsınız, Şəhriyar Biləndərli, orta məktəbin direktoru. O mənim qaynatamdır. Bəs yoldaşınız? O da burada, savxozda işləyir, zootexnikdir. Nə yaxşı bir kənddə ikinizə də ixtisas üzrə iş tapılıb. Ayna ah çəkdi. Hardan tapılıb? Mən rayon mərkəzində şəhər xəstəxanasında anestezioloq işləyirdim. Peşəmi də sevirdim. Ancaq talib elə gətirdi ki, Fazili bura savxoza təyin etdilər. Mən də onunla gəldim. O qonşu otağa işarə etdi. Nə ixtisas, nə peşə. Burada bildiklərini də yadırğayırsan. Leyla heyrətlə ona baxdı. Elə deməyin, hər şey düzələcək. Əliyarov deyirdi ki, bu bahar təzə xəstəxana binası tikintisinə başlayacağıq. Düz 3 ildir biz bu söhbəti eşidirik. Əliyarovun öz imarəti hazır olandan sonra tikinti nəyinə gərəkdir? Leyla dedikoduya, qibtəyə yol verməmək üçün özünü eşitməzliyə vurdu. Biz onu gözləməyəcəyik. O gün baş həkimə də dedim. Düzdür, deyir səbirli olun. Əsl işə təzə xəstəxanada başlayacağıq. Ancaq məncə gözləməyə dəyməz. Əl-ələ verməsək düzələn deyil. Ayna başını yırğaladı. Hələ təzəsiniz. Hər deyilənə inanmayın. Burada vədi çox hündürdən verirlər. İşə gələndə səs çıxmır. El arasında bir məsəl var. Deyirlər dağ yerində bir dəfə hoy desən, 10 yerdən 10 dəfə hoy eşidərsən. Bu dağların əks sədasıdır. Leyla gülümsədi. Hələlik səsimi dağların əks sədasında yoxlamamışam. Axşam işdən dönəndə Leyla evdə Süqrəni geyimli-kecimli gördü. O əyninə sürməyi ipək kofta, məxmər gödəkçə geyinmişdi. Boynuna bir-birinin üstündən qızıl medalyon və mərcan salmışdı. Qollarında da arpa düzmə bilərziklər parıldayırdı. Balaca mizin üstünə çörək, südlü sıyıq, axtarma qoyun pendiri düzmüşdü. Samavar da dəmdə idi. Xeyr ola Süqrə bacı, belə hara hazırlaşmısan? Nadir qağa hələ gəlməyib. Süqrə təzə kəlağayısının qaç kəsmiş yellərini əli ilə hamarlaya-hamarlaya gülümsədi. Xeyir olmağına xeyirdir. Necə deyərlər, sənə də borc olsun. Qonşuda paltar kəsdidir. Nadir də oradadır. Doktoru da özünlə gətir demişdilər. Dil ağız etdim. Dedim iş adamıdır. Yorğun arğın qayıdır. Allah qoysa toyunda gələr. Leyla gülümsədi. Yaxşı demisən. Süqrə çox yubanmadı. Bizi gözləmə, otur çörəyini ye. Tapşırıb çıxıb getdi. Leyla pəncərə qabağında dayanıb Süqrənin ardınca baxdı. Bu az zamanda Süqrə ilə Nadirə elə alışmışdı ki, qocaları evdə görməyəndə ürəyi qısılırdı. O bir neçə dəfə köçmək barədə söz salmışdı. Ər-arvad bir-birinə qoşulub, ikisi də möhkəmcə onu danlamışdılar. Evdə nə qayracaqsan, təksən, cavansan, adına min söz çıxar. Süqrə bacı, mən sözdən qorxmuram. Adam təmiz olanda söz kəsərdən düşər. Həqiqət çox güclüdür, ona batmaq olmur. Bizim bir müəllimimiz vardı. Həmişə deyərdi ki, haqsız iş görmə. Haqsız iş üstündə çox adamın başı boynundan üzülüb. Nadir sözə qarışmışdı. Haqq üstündə üzülənləri də görmüşük demişdi. Süqrə də ərinin sözünə qüvvət vermişdi. Söz qılıncdan itidir. Eşitməmisən? Deyərlər xəncər yarası sağalar, söz yarası sağalmaz. Sonrasına qalanda sən də bizim balamız. Doğrusu qızları köçürəndən sonra Allah səni bizə təsəlli göndərib. Əslində Leyla özü də qocalardan ayrılmaq istəmirdi. O üzünü az qala şüşəyə yapışdırmışdı. Qonşu həyətin qapısı hey açılıb örtülürdü. Geyimli-kecimli gəlinlər, qızlar dəstə-dəstə, yellənə-yellənə ora sarı gedirdilər. Darvazanın qabağına bir dəstə uşaq yığışmışdı. Onların səs-küyü küçəni başına götürmüşdü. Cəmsi ay yarımdır buradayam. Gələndə hər tərəf qardı. Deyirdim bu ətrafın qarı heç vaxt əriməyəcək.
Elə hey qış, qar olacaq. Ancaq indi baxırsan ki, yamaclar gömgöydür. Baharın qarşısında qış nə karədir ki? Otaqda kölgələr uzanır, uzanırdı. Leyla lampanı yandırdı. Çay süzdü. Çantasından 2 məktub çıxartdı. Hər iki zərfin başı cırılmışdı. Göy zərfi əlində oynatdı. Səriyənin əyrim-üyrüm xətti ilə yazılmış məktubu bir kənara qoydu. Xavərin məktubunu nəzərdən keçirməyə başladı. Bu dünyada mənim qismətim belə imiş. Bakıya tənhalıqdan qaçıb gəldim. Qərib ölkədə tənha, vətəndə də tənha. Orada yenə bilirdim ki, axşam neçə olsa Məmməd gələcək. 5 kəlmə ürək sözümü deməyə adam tapacam. İndi isə axşamdan qorxuram. Rəna gözünü yumandan sonra qalıram dörd divar, mən və bir də ötən günlərin xatirələri. Mahmud işindən razıdır. Deyir burada başıma dolanırlar. Yazır ki, bacı, zəhmət heç vaxt hədər getmir. Ancaq gərək inanasan ki, sənin əməyin, elədiyin iş kiməsə lazımdır. Məni qınama, qınama ki, səni tək tənha qoyub gəldim. Yəqin etdim ki, o şəraitdə işləsəm, həmişəlik özümə də, ətrafımdakılara da, sevdiyim işə də nifrət edəcəm. Bu da dəhşətdir. Leyla mənə çox deyirdi ki, səbirli ol, ədalət hər şeydən qüvvətlidir. Yox, ədalət vəzifəsiz, stolsuz, yumruqsuz, gücsüzdür. Leyla məktubdan gözünü çəkdi, fikrə getdi. Düz demirsən, ədalətin nə stola və nə də yumruğa ehtiyacı var Mahmud, deyə pıçıldadı. Əlini başına dayadı, nəzərləri sətirlərin üstü ilə axdı. O zaman mən özümü meşə palıdının qozasına bənzədirdim. Sabaha ümidim yox idi. Ancaq indi belə deyil. Palıd qozası olsam da münbit torpağa düşmüşəm. Əmin ola bilərsən bacı, bu qozadan bir zaman külək vurmasa, yağmur çürütməsə, palıd ağacı bitəcək. Mənim Güləyəm bacım, palıda görə lağ eləmə. Güləyəm bacım yazır. Daha demir ki, mən onun məktublarını gözü yaşlı oxuyuram. Leylacan, soruşursan işin gücün necədir? İşləyirəm, başımı qatıram. Əzizim, yaxşı ki, məni klinikaya düzəltdin. Məmməd bu yaxında Moskvaya ezam olunacaq. Deyir, bir-iki günlüyə sizə də deyərəm. Tamam azad olması hələlik təxirə düşüb. Mahmud sənin ünvanını soruşurdu. Onunla yazışmaq istəsən, ünvanı belədir. Leyla məktubu bir kənara qoydu. Çayı soyunmuşdu. Təzələdi. Xavər düz deyir. Tənhalıq pis şeydir. Xüsusən ürəyin tənhalığı. Ancaq ikilikdə keçən tənhalıqdan gözəl şey yoxdur. Leyla gözlərini yumdu. Yumulu gözlərlə həmin payız axşamı yadına düşdü. Xəzər sahilində yastı qayanın üstündə Xalidlə diz-dizə oturub dənizə tamaşa etdiyi payız axşamına, əvvəl solğun günəşli, sonra isə aylı ulduzlu payız axşamına. Dənizin səthinə ay uzun bir işıq yolu çəkmişdi. Yol bərq vururdu. Odur, Xalid bu yolla gedir. Baş götürüb gedir, Leyladan uzaqlaşır. Qaranlıq gecədə ay onun yolunda minlərlə çıraq yandırmışdır. Get, əzizim, get. Bu sənin yolundur. O bilirdi ki, bu yolda onlar yanaşı gedə bilməzlər. Sanki kimsə pıçıldayır. Qardaşımı bədbəxt eləmə. Bu baş tutan məsələ deyil. Qardaşım istedaddır. Sən onun qabağına səs çəkmə. Leyla gözlərini açmaqla xatirələr aləmindən ayrıldı. Qısa ömürlü tanışlıq, məhəbbət. Bu məhəbbət qaranlıqda çəkilmiş kibritdir. Yandı, işıqlandırdı, söndü. Ağıl bilirdi ki, o bir daha yanmayacaq. Ancaq ürək gözləyirdi. Xalidi gözləyirdi. Ürək inana bilmirdi. Ürək deyirdi. Məhəbbət boyunbağı deyil ki, təsadüfən salıb itirəsən. Leyla onu üstələyən fikirləri dağıtmaq üçün yerindən qalxdı. Eyvana çıxdı. Başı üzərində minlərlə, milyonlarla ulduz parlayırdı. Elə bir səmanın bütün ulduzları bu gecə dağlarla əhatə olunmuş dağ döşündəki afurcanın üstünə yığışmışdı. Ulduza qədər çoxdur ki, səma darlıq edirdi. Gözlərini göyə tikəndə elə bilirdi onlar orada dalaşır, çəkişir, gücsüzlər meydandan çıxır, milyon illərlə tutduğu yeri özündən güclülərə güzəştə getməli olur. Səma uzaq, səma dərin, səma qaranlıqdır.
Milyon-milyon işıqlı nöqtələr belə bu qaranlığı aydın günə çevirə bilmirdi. Gecə sakitdi. Bir yarpaq belə tərpənmirdi. Gecə kədərli, sözlü, kövrək ürəyə bənzəyirdi. Leyla dağların ayaz nəfəsini bulaq suyu kimi qurtum-qurtum içdi. Canı üşüdü. Otağa qayıtdı. Üst-üstə yığılmış jurnalları, kitabları bir-bir götürüb nəzərdən keçirməyə başladı. Dünya tükənməz bir xəzinədir. Gör nə qədər dahilər gəlib getmişdir. Bu torpaq müqəddəsdir. Hər qarışında onların izini qoruyub saxlayır. 1000 il bundan əvvəl adicə bir körpə doğulub, yeyib, içib, boy atıb. Hamı kimi gözləri qamaşa-qamaşa günəşə baxıb. Aydınlıq gecədə aya həsəd aparıb. Bir gündə bütün doğulanlar kimi dünyaya əlvida deyib. Köçünü namütənahi heçliyə sürüb. Lakin heç olmayıb. Tənhalıq ürəyə yol tapanda, damarlarda hərəkət edən qan qurğuşun kimi ağırlaşanda, Leyla özünü heç olmayanların yanına çatdırar, onların müdrik məsləhətlərini, həyat çağıran xeyirxah əmrlərini dinlərdi. Üst-üstə yığılmış kitabların altından tibb jurnalını çəkdi. Səhifələri vərəqlədi. Abzaslardan birini oxudu. Freud deyir, instinkt hər şeydən üstündür. O məğlub edilməzdir. Bu nəzəriyyəyə görə hər şey cinsi instinktə bağlıdır. Şübhəsiz cinsi instinktin hökmü böyükdür. Lakin həmişə hər şeyi buna tabe etmək olmaz. Leyla nəzərlərini sətirdən ayırdı. Həkim dostu Fərhadı xatırlayıb gülümsündü. Fərhad klinikanın mədə-bağırsaq kafedrasında ordinator işləyirdi. Deyirdi, klinikaya gələn xəstələrin üzünə baxan kimi diaqnozunu verirəm. Bəzən özümü yoxlamaq üçün diyet yeməkxanaya gedirəm. Qarşımda oturan adamın xəstəliyini təyin edəndən sonra söhbətə girişirəm. Görürəm səhv etməmişəm. Leyla ona falçı deyib lağa qoyardı. Fərhad, tutaq ki, sən böyrək, qaraciyər və öd yolları xəstəliyini qarşında duran adamın rəngindən təyin edirsən. Bəs mədə xorasını necə? Axı bu xəstəliyə rentgensiz diaqnoz vermək çətindir. Fərhad söz tapmayanda acıqlanar, habitus deyə çığırardı. Necə ki, milis işçisi bir dəstə adamın arasında canini, oğrunu görür, necə ki, təcrübəli gömrükxanaçı qalaq-qalaq çamadanların arasında şübhəlisini seçir, necə ki, rejissor sadə bir qızın gələcək kino ulduzu olacağını duyur. İndi bildinmi necə? Leyla dərindən köks ötürdü. Bəs bu qədər kəşflər, bu qədər ixtiralar insanı niyə tərəddüddən, yanlış yoldan çəkindirmir? Götürək elə bizim sahəni. Tibb elmi insanın özü qədər qədimdir. Budur bax Kiyevdə. Əlini uzatsan çatar. Orada Nikolay Amosov insan beynində cərrahiyyə əməliyyatı aparmağa hazırlaşır. Süni ciyər ürək aparatından sonra süni beyin hazırlamaq üstündə çalışır. Başqa bir həkim isə apensiti keçib ata bilmir. Eyni məktəb, eyni kitablar, eyni mənbədən gələn işıq. Lakin hər yerdə, hər şeydə təzad və müxtəlif. Təbiət ziddiyyətlidir. Leylanın qaşları çatıldı. Təəssüflə öz-özünə dedi. Bəşərin bu qədər kəşfləri var. Böyük bir aləm, hamısı da insanın ixtiyarına verilmişdir. Sən isə bu böyük kütlədən ancaq öz gücünə çatan qədər götürə bilirsən. Nəinki yaxşı alim, yaxşı mütəxəssis, hətta yaxşı insan olmaq da çətindir. Son günlər baş həkim demək olar ki, hər gün xəstəxanaya gəlir, adəti üzrə işçiləri dinlədikdən, vəziyyətdən xəbər tutduqdan sonra daha iş dalınca getmirdi. Yazı masasının arxasında oturub köhnə qovluqları araşdırır, qəzetlərə baxır, arabir də üzünü çevirib təzə həkimin işinə müdaxilə edirdi. Məsələn, onun qoyduğu diaqnoza qarşı şübhəsini bildirir, xəstənin yanındaca yazılmış nüsxəni alıb tərəddüdlə nəzərdən keçirir, buna qarşı öz mülahizəsini söyləyirdi. Bir dəfə o şkafa yaxınlaşdı. Leyla üzü ilə gətirdiyi cərrahiyyə alətlərini təmizləyib, səliqə ilə şkafın alt gözünə yığmışdı. O bu alətlərin bəzisini çətinliklə əldə etmişdi. Əliyarov şkafın qabağında durub alətləri uzun müddət nəzərdən keçirdi. Sonra Leylaya sarı döndü. Onun dodaqlarında çılpaq bir istehza vardı. Bunları bura nə məqsədlə yığmısınız? Necə nə məqsədlə?
Xəstələrə psixi təsir etmək üçün ya elə belə eksponat kimi? Leyla qızardı. Gözlərini baş həkimin üzünə zillədi. Yox, eksponat kimi yox, iş üçün. Bunu necə başa düşək? Mən ki xalis Azərbaycan dilində danışıram. Tərcüməyə ehtiyac yoxdur. Həkim özünü eşitməzliyə vurdu. Yoxsa cərrahi əməliyyat aparmaq xəyalına düşürsünüz? Lazım gələrsə imtina etmək ixtiyarım yoxdur. Baş həkim qızardı. Sonra yavaş-yavaş yanaqları bozardı. Xanım qız, bu söz dişlərinin arasından hiddətlə süzüldü. Əvvəlcədən sizi xəbərdar edirəm. Bizim xəstəxanamızda cərrahiyyə əməliyyat aparmaq üçün şərait yoxdur. Bəs vacib olsa necə? Vacib olsa rayon mərkəzinə, şəhər xəstəxanasına göndərərik. Mərkəzlə buranın arası 120 kilometrdir. Mən söz güləşdirmirəm, xanım qız. Yüngül şöhrət qazanmaq üçün də cürbəcür hoqqalara əl atmıram. Birisinin şıltaqlığı ucundan məhkəməyə düşmək istəmirəm. Sizə də məsləhət görürəm ki, öz ixtisasınıza bir qədər məsuliyyət hissi ilə yanaşasınız. Leyla oturduğu yerdən qalxdı. Nəzərləri bir müddət stolun üstündə sənədlərin arasında gəzdi. Baş həkim səs çıxmadığını görüb müsahibinə tərəf döndü. Cavab gözləyirmiş kimi gözlərini onun üzünə zilləmiş halda stola sarı addımladı. Onlar üz-üzə durdular. Leyla başını qaldırdı. Gözləri qıyılmışdı. O özünü ələ alıb təmkinlə danışmağa çalışdı. Kollega, xahiş edirəm danışanda bir qədər ehtiyatlı olun və orasını da unutmayın ki, bu kabinetdə mən xanım qız deyiləm. Əliyar Əliyarov qulaqlarına inanmadı. Sakit, mülayim, mələk kimi zərif və yumşaq xanım qızın belə hücuma keçəcəyini ağlına da gətirməzdi. Sən bir buna bax, qızıl gül tikanlı imiş. Baş həkimə rayon mərkəzindən zəng çalıb xəbər verəndə ki, sizə cərrah göndəririk, o rəncidə halda çiyinlərini oynatmışdı. Həkimin üzünü görməmişdən ürəyində ona qarşı etiraz baş qaldırmışdı. Afurca və ona qovuşuq iki kənddə Əliyar Əliyarovun xəstəxanası vahid tibb ocağı, özü də vahid həkim idi. Bu tərəflərdə onun dediyinə etiraz edən, maneçilik törədən, bir sözünü iki edən adam tapılmazdı. Həkim gəldi, həkim getdi, həkim məsləhət verdi, həkim buyurdu deyəndə hamı başa düşürdü ki, söhbət Əliyar Əliyarovdan gedir. İkinci həkimin varlığı bu vahid nüfuzun parçalanması deməkdir. Son vaxtlar Afurcada hamam, qonaq evi tikilişindən sonra baş həkimin bir deputat kimi də hörmət artmışdı. Ona elə gəlirdi ki, rayon səhiyyə şöbəsində onun nüfuzuna qibtə edirlər. Ürəyində deyirdi ki, bu başqa cür ola da bilməz. Rayonun bütün ictimai işlərində kimi qabağa verirlər? Əliyar Əliyarovu. Qonaq qabağına kim çıxır? Əliyar Əliyarov. Müxtəlif tibbi yoxlama briqadalarının tərkibinə kimi daxil edirlər? Yenə Əliyar Əliyarovu. Buna görə də Afurcaya ikinci həkimin gəlməsini Əliyar Əliyarov toxunulmaz ixtiyarına şərik göndərilməsi kimi qəbul etdi. Ancaq Leyla xanıma az çox bələd olandan sonra fikrini dəyişdi. Bu ki qızılgüldür, ətirli, çətirli bir dəstə qızılgül. Buna görə də hələ ilk görüşdə baş həkim bir dəstə qızılgülə öz kabinetini təklif etdi. Bunun üstündə arvadı ilə sözə gəldi. O Marusiyanı inandırmağa çalışırdı ki, bu rayon mərkəzinin tapşırığıdır. Deyirlər təzə kadrdır. Gərək yaxşı baxasan. Bayaqdan aşıb daşan Marusiya yumşaldı. Çiyinlərini çəkərək dedi. Özün bil, məndən demək. İstəsən qoynunu aç, istəsən əyil boynunda otur. Bunun mənə dəxli yoxdur. Sənin üçün deyirəm. Kişi 10 ildə qazandığı hörməti 5 dəqiqədə itirə bilər. Əliyar Əliyarov fikrə getdi. Arvadı yaman qızışdırıblar ha. Əlindən bir xata çıxmasa yaxşıdır, deyə düşündü. Bilirsən ki, xəstəxanada 2 cüt bir tək otaq var. Hamısı da yararsız. Yenə az-çox babatı mənim kabinetimdir. Sən biləni necə edim? Deyin ki, get otur qotur sınıqçı ilə bir otaqda işlə. Hə? Özü də deyirlər böyük bir adamın qohumudur. Bu fikir Əliyar Əliyarovun ağlına təsadüfi gəldi. İxtirası yerinə düşdü. Marusiyanın köpü yatdı. Onun oduna su çiləndi. Ancaq ocağı hələ uzun müddət tüstü verdi. Bu tüstü də ara-sıra Əliyar Əliyarovun gözünü acışdırırdı. Deputat bir gün yolunu poçtun qabağından saldı. Poçt kitabxana ilə bir binada yerləşirdi. O, əvvəl 2 otaqdan ibarət kitabxananı gözdən keçirdi. Otaq qaranlıq və rütubətli idi.
Tavanın bir neçə mili çat vermişdi. Kitabxanaçı qız deputatın gəlişindən sevinərək bütün dərdlərini bir nəfəsə deməyə tələsdi. Kif atmış qəzet komplektlərini, jurnalları göstərib binanın yararsızlığından şikayətləndi. Əliyar Əliyarov gedəndən sonra da o kitabxanaya gələnlərə fərəhlə deyirdi ki, gözünüz aydın, deyəsən yaxınlarda kitabxanamızı təzə binaya köçürəcəklər. Əliyar Əliyarov koridorun axırında bir göz otaqda yerləşən poçta da dəydi. Taxta məhəccərlə ikiyə bölünmüş otaq təmir olunsa da can sıxıcı idi. O üzünü poçtalyona tutub söz gəlişi dedi. Fərman, deyəsən axı son vaxtlar işinə soyuq yanaşırsan. Fərman yazıq bir görkəm aldı. Kəkələməsi biraz da artdı. Onu kim deyir? Sizdən İraq hansı dili yanmış deyir? Elə biri bizim işçilər. O gün şikayətlənirdilər ki, məktublarını gecikdirirsən. Fərmanın çənəsi əsdi. Əlində dəstələdiyi məktublar sürüşüb stolun üstünə töküldü. Nəyə and içim ki, iftiradır. Başınız haqqı, heç elə şey yoxdur. Dəqiqəsinə söz var. Baş həkim Fərmanın sözünü kəsdi. Yaxşı, daha andaman eləmə. Mən onlara dedim, cavablarını verdim. Dedim, o kişi səliqəli adamdır, elə şey eləməz. O gözlərini qıyıb fikirləşirmiş kimi sözünü kəsdi. Üzünü Fərmana tutdu. Bilirsən nə var? Günün sabah qapıya poçt qutusu vurduracam. Bizə aid olanı gətir ora at, ələ vermə. Mən özüm açım, hər kəsə məktubunu da sahibinə çatdırım. Daha söz-söhbət olmasın. Fərman sərrat cavab verməyə səy etdi. Ancaq daha çox kəkələməyə başladı. Yaxşı, ikicə gözüm üstə. Mənim bu canım sizə qurban. Yaz ixtiyarı əlinə almışdı. O addım-addım aranı gəzir, dağların döşü ilə yuxarı zirvələrə qalxırdı. Bütün qışı qar kürkünə bürünüb yuxuya getmiş meşələr, ağaclar isə ləçək-ləçək, çiçək-çiçək bəzənir, torpaq körpə kimi gündən-günə dirçəlir, qabarır, günəşdən, bahardan öz payını tələb edirdi. Afurcu ətrafındakı meşələrdə cır alça, zoğal, alma, armud ağacları ağ, çəhrayı çiçəyə bürünmüşdü. Uzaqdan baxana elə gəlirdi ki, göylərin o rəngdə buludları yerə enib. Bahar Afurcanın başına çələng qoymuşdu. Bu çələngin bəzəkləri nəinki gündən-günə, hətta saat-saat, dəqiqə-dəqiqə dəyişilirdi. Belə bir gündə baş həkim xəbərsiz ətərsiz yoxa çıxdı. Xəstəxanada xəstələrin sayı günortaya yaxın azaldı. Xəbər gəlmişdi. Evə bir neçə xəstənin yanına getmək lazımdır. Leyla uşaqlı qadını yola salandan sonra dəhlizə boylandı. Növbə gözləyən yoxdur. O Aynagilin otağına keçdi. Nadir də burada idi. O Zərifəyə nə isə tapşırırdı. Ayna məşğuldu. Onun ağ papaqlı başı mikroskopun gözcüyü üzərinə əyilmişdi. Yorğun görünürsünüz. Bu vədə belə olur. Qanın qaynayan vaxtıdır. Heç olmasa həyətə çıxın. Belə havada otaqda oturmaq günahdır. Nadir Leylanın pəncərədən eşiyə baxdığını görüb təkid etdi. Çıxın, onsuz da xəstə yoxdur. Gələn olsa qızlar xəbər verərlər. Leyla dərindən köks ötürdü. Baş həkim görünmür. Xəstələnib nədir? Ayna başını qaldırmadı. İynəcə Zərif tənzif ləçəyinin ucunu dartıb ağzını örtdü. Qımışdı. Nadir də dəsmalını çıxarıb alnını sildi. Yəqin yaxın kəndlərə, xəstə yanına çağırıblar. İndi cəmaət çöldə zəmdədir. Nə çoxdur iş üstündə xəstələnən. Nadir bəlkə də Zərifin ehramlı gülüşünü, göz-qaş oynatmasını sezdiyi üçün söhbətin səmtini dəyişməyə tələsdi. Qaşlarını düyünləyib çağırış jurnalını vərəqlədi. Bugün 2 çağırışımız var dedi. Barmağını jurnalın sətirləri üzərində gəzdirdi. Aşağı suçulu, tərslikdə maşın da yoxdur. O fikrə getdi. Gözlərini sətirdən ayırmadan öz-özü ilə danışırmış kimi davam etdi. Ancaq tapmaq olar. Zəng çalaram, savxozun maşınını bura göndərərlər. Onda mümkünsə tez olsun. Yarım saatdan çıxa bilsək, savxozun ambardarına da gərək deyək. Bayaq arvadı gəlmişdi. Deyir, bütün gecəni kişi ağrıdan ilan çalan kimi qıvrılıb. Qıvrılacaq da, qılçı 2 yerdən zədələnmişdi. Bilək sümüyü də sınmışdı. Gips qoydum. Nadirin barmağı aşağıdakı sətrin üstə sürüşdü. Biri də aşağı məhəllədədir. Pioner küçəsi 24. Buna qaydan başlayarsınız. Yaxşı, ancaq ambardargirə birlikdə gedərik.
Nadir çıxandan sonra Aynə başını qaldırdı. İynəcə Zərifə baxdı. Qızlar gülüşdülər. Leyla bixtiyar üst başını nəzərdən keçirib təəccüblə soruşdu. Nə olub qızlar? Aynə nişastalı ağ papağın altından çıxan saçlarını səliqəyə salmağa çalışdı. Qaşlarını yuxarı dartaraq mənalı dedi. Baş həkimi soruşurdunuz. Onu 3-4 gündən sonra ancaq görərsiniz. Bahar oldu, kişinin ilhamı qalxır. Ovçuluq ilhamı. Xəstələri zəmilərdə iş üstündə deyil, göl kənarında, qamışlıqda axtarır. İynəcə Zərif Aynanın sözlərinə qüvvət verdi. İnanmırsınız, hələ inanmadığınız çox şeylərin şahidi olacaqsınız. Ayna pəncərədən eşiyə boylandı. Ay qız, paçtalyon fərman gəlir. Qaç gör bizə məktub varmı? Bilməz qutuya salar. Sonra çıxart görüm orada necə çıxarırsan. Niyə? Bəyəm qutunu açmaq çox çətindir. Kişi açarı heç kimə etibar etmir. Poç qutusunu ancaq özü açır. Ayna başını buladı. Gülümsədi. Zərif dedi, axı, hələ çox şeyə təəccüblənəcəksiniz. Zərifə həyətə düşən kimi paçtalyon qapıya yaxınlaşdı. Çantasındakı məktubları araşdırmağa başladı. Zərifə onu qabaqladı. Fərman dayı, bizimkiləri ora atma, hər kəsənkini özünə ver. Fərman başını da döndərmədi. Acıqlı dedi. Yox, verə bilmərəm. Üz vurma. Kişi tapşırıb ki, hamısını qutuya sal. Özü açıb paylayar. Niyə? Nədən ötürü? Məktub yiyəsi qabağında dura ora niyə atırsan? Belə həkimin tapşırığıdır. Əliyarovun. Ələ verə bilmərəm. Ayna davam gətirmədi. Pillələri cəldinib Fərmanın qabağını kəsdi. Qonşu, ay qonşu, necə deyərlər, mollalıqdan çıxdıq, yəni adamlıqdan da çıxdıq. Fərman Şəhriyar Biləndərli ilə qonşu olmuşdu. 3 il əvvəl bir bahar çağı sel onun köhnə komasını uçurmuşdu. Kəndin yuxarısında bulaq başında tikilən savxoz binalarından birində ona bir göz otaq vermişdilər. Fərman da qarısı ilə oğlunun yetimini götürüb həmin binaya köçmüşdü. Fərman Şəhriyarın gəlini Aynanı tanıdı. Qaşlarının düyünü açıldı. Salam əleyküm, necəsiniz? Müəllim necədir? Qələm bacı heç görünmür. Uşaqlar nə tördür? Yaxşıdır hamı, sağ-salamatlıqdır. Deyirəm, görə Fərman dayıya nə olub ki, öz məktubumuzu özümüzə etibar etmir, görən nə günah sahibiyik. Abba balam, necə deyərlər, mən balaca adamam, buyruq quluyam. Tapşırıblar ki, bu Babalniskaya gələn məktubları qutuya salım. Mən də salıram. Soruşmaq ayıb olmasın, o görən kimin tapşırığıdır. Qoca paçtalyon sorğu-sualdan bezmiş halda çiyinlərini çəkdi. Belə sizin böyüyünüzün. Bu elə çətin məsələ deyil ki, salmısınız vəzaliyə. Həkimdən haçarı alın, açın, qutarsın, getsin. İş burasındadır ki, həkim yerində deyil, 3-4 gündən sonra qayıdacaq. Zərifə irəli gəlib, əlini poç qutusuna çırpdı. Bəlkə elə orada vacib bir kağız var. Sən biləni oturub baş həkimi gözləyək. Şəfqət bacısı özündən çıxmışdı. Əllərini ölçə-ölçə çığırırdı. Vallah, burada hərə bir hava çalır. Gəl oyuna görək necə oynayırsan. Paçtalyon dönüb getdi. Gedə-gedə də deyinirdi. Daha orası mənim işim də deyil. Orasını özünüz bilərsiniz. Ayna deyinə-deyinə pillələri qalxır, baş həkimin qarasınca danışırdı. Onun səsi həyatı başına götürmüşdü. Leyla məhəccərə dirsəklənmişdi, fikirləşirdi. Mahmuddan aldığı məktubu elə bil açıb təzədən bağlamışdılar. Zərifin öz yapışqanı asan qopur. Onu isə aça bilmədim. Yanına qayçı ilə kəsdim. Evdə stolun yeşiyinə qoymuşam. Gərək bir də baxam. Sübhün açıq pəncərədən içəri dolan məxmər mehi nazik aynə pərdəsini yelkən kimi açırdı. Pərdə Leylanın çarpayısına can atır, sonra qanadı qırılmış sona kimi pəncərəyə yatır, yenə gərilir, Leylanın atlas yanaqlarını, ağ alnını öpür, boyun boğazında qıvrılan ipək telləri ilə oynuyordu. Səhərin gözü təzə açılırdı. Xəstəxananın keşikçisi Nadirin evinə zəng çalıb xəbər verirdi ki, naxoş gətiriblər. Vəziyyəti ağırdır. Nadirin cavabı Leyla yatan otağa da keçirdi. Kim gətirib, nə ilə gətiriblər? Araba ilə. Deyir, şəhərə aparmaq mümkün deyil.
Eşitdim, eşitdim. Bibi xanıma da de, böyük palatanı açsın, səliqəyə salsın. İndi gəlirəm. Yox, Əliyarova zəng çalma. Burada yoxdur deyirəm. Eşitmirsən, həkim burada deyil. Afurcada yoxdur. Leyla gözlərini açdı. Nadirin səsini aydın eşitdi. Eşitmirsən, deyirəm doktor Afurcada deyil. Gedib, gedib. Yaxşı, yaxşı, 10 dəqiqədən sonra xəstəxanadayam. Leyla yorğanı üstündən atıb qalxdı. Xalatı çiyninə keçirib qonşu otağın qapısını araladı. Bu saat Nadir qağa, bircə dəqiqə, mən də sizinlə gedirəm. O cəld geyinməyə başladı. Nadir qapıya yaxınlaşıb tərəddüdlə dedi. Siz gözləyin, mən gedim görüm nə məsələdir. Vacib bir şey olsa zəng çalaram, gələrsiniz. Yox, gözləyin, birlikdə gedək. Xəstəxananın həyətində təkatlı araba dayanmışdı. At başına keçirilmiş torbadakı quru, kövrək arpanı dişləri arasında üydürdü. Xırıb. Nadirlə Leyla yanından ötəndə qabaq ayaqlarını narahat yerə döyəclədi. Görünür dişlərin yan qayışları böyürlərini sürtürdü. Xəstənin çarpayısının ayaq tərəfində qarayanız, cılız bir kişi oturmuşdu. Arxası üstə uzanmış naxoş qollarını tez-tez sağa-sola atırdı. Leyla xalatı geyə-geyə xəstəyə yanaşdı. Kişidən soruşdu. Nəyinizdir? Qızımdır, qadan alım. Nə vaxtdan belədir? 2 gündür, böyrünü tutub gəzirdi. Dünən gün ortadan sancısı artdı. Üzdən iraq, sifraq elədi. Nənəsi dedi ki, qustumun sancısı kəsəcək. Ancaq kəsmədi, biraz da üstələdi. Bu gecə səhərə kimi qovrulub. Gördüm toxtamır. Dedim aparım Əliyar doktorun balnisəsinə. Bəxtimizdən o da yerində deyil. Leyla qızın üstünü açanda atası qapıya sarı getdi. Dəhlizə çıxdı. Xəstə gözlərini açdı. Onun işıqdan düşmüş gözləri həkimə dikildi. O gözlərdə o qədər istirab, əzab, ağrı vardı ki, gözlər sanki yalvarırdı. Ölürəm, mənə bir çarə. Leyla dəhlizə çıxdı. Hava işıqlaşırdı. Qızın atası Nadirlə üz-üzə durmuşdu. Dayı, qızın neçə yaşı var? 16. Bəs niyə belə gec gətiribsiniz? Yolda da araba sirkəliyib. Yaxşı ki, kişi ah çəkdi. Allah istəyəndə heç şey olmaz. O nə yazıbsa, onu da görəcəyik. O üzünü göyə tutdu. Özün kömək elə, ey böyük tanrı. Leyla başını yırğaladı. Nadirə sarı çöndü. Kör bağırsaq fəsadıdır. İltihab, məncə çox geniş yayılıb. Təcili əməliyyat lazımdır. Nadir təəccüblə qaşlarını qaldırdı. Gözləri bərəldi. Nəzəri Leylanın gözlərinə zilləndi. Burada, bizdə, başqa yol yoxdur. Leylanın çöhrəsi sübhün mavi şəffaflığındanmı, ya qorxudanmı göyərmişdi. Xəstə tələf ola bilər. Aynanı təcil çağıtdırın. O duruxdu. Nə isə fikirləşdi. Əlavə etdi. Zərif də burada olsun. Ata məsələnin ciddi olduğunu başa düşəndə karıxdı. İrəli gəlib nəsə demək istədi. Səsi çıxmadı. Hündürdən öskürüb boğazını arıtdı. Yəni kəsmək istəyirsiniz? Dedim ki, başqa çarə yoxdur. Doktor, bəlkə həbdən zaddan verəsiniz, bəlkə iynə toxtatdı. Olmaz dayı, mümkün deyil. Leyla Nadirə tərəf döndü. Bacardıqca tez, yubatmaq olmaz. Nadir zəng çalmaq üçün həkimin kabinetinə keçəndə Leyla xəstənin yanına qayıtdı. O fonendoskopu qulaqlarından çıxartmırdı. Gözlərini yumub qulaq asırdı. Yaxşı tarzən səslərin dərinliyinə varmaq, səslərin çalarlarını qavramaq üçün həmişə gözlərini yumur. Ürəyin də melodiyası var. Dirijor səslərin selində hansı çalğı alətinin sarpıntıya yol verdiyini duyduğu kimi, həkim də dəqiqədə 70-80 dəfə vuran ürəyin ahəngi ilə milyon görünməz toxumaların daxilindəki sarpıntının dəqiq təyin etməlidir. Leylanın barmaqları daxili orqanların sərhədini təyin etmək üçün xəfif hərəkətlər edir, xəstənin bədənində gəzirdi. Həkimin barmaqları gözlərindən yaxşı görməlidir. Gözlər yalnız işığı, kölgəni, rəngləri görür. Barmaqlar isə istirabı, ağrını, acını da görməli, hiss etməlidir. Ürək sağlamdır. Dalağın sərhədi aydın təyin olunur. Diafraqma da öz qaydasında. Heç bir anormallıq yoxdur. Əgər qarın boşluğundakı iltihabın vaxtı keçibsə, onu heç cür. Qorxursan? Nədən? Barmaq boyda bağırsağı kəsib ata bilməyəcəksən? Gərək həmişə üstündə birinin kölgəsi ola.
Ağ baxillisli ayaqlar Leylanın həndəvərində dolaşır. Nə qədər tanışdır yumşaq addım səsləri. Baxillisli ayaqlar həmişə pıçıldayırdı. Mən burdayam, mən burdayam. Leyla əməliyyatı tək aparanda belə Əli Yusipoviç cərrahiyyə stolunun böyründə olardı. Çətinə düşəndə başını qaldırar, nəzərlər qarşılaşardı. Əli Yusipoviç kirpik çalar, gülümsər, bununla da bildirmək istərdi ki, düzdür, yaxşı aparırsan. Bu sözsüz sual-cavabdan Leyla ürəklənər, işi davam etdirərdi. İndi isə onun başı üzərində iri bir yumruq düyünlənmişdi. Fəsadlar törəsə, bədbəxtlik üz versə, bu yumruğun zərbəsi çox ağır olacaq. Birisinin şıltağı ucundan mən məhkəməyə gedə bilmərəm. Gərək ki, Əliyar Əliyarov belə dedi. Xahiş edirəm, ixtisasınıza biraz məsuliyyət hissi ilə yanaşın. Məsuliyyət hissi. İndi bu cavan qızı ölümdən xilas etməkdən böyük məsuliyyət hissi yoxdur. Ayna deyirdi, rayon mərkəzində 3 il anesteziyoloq işləyib. Mən isə 3 il cərrah ordinator. Apendisit, 5-ci kurs tələbəsi. Hələ həkim adını almamış adam belə bunu bacarmalıdır. Bəs iltihab geniş yayılıbsa? Yox, qəti bilirəm ki, bağırsaq partlaması yoxdur. Nədən bilirsən? Laboratoriyasız, analizsiz. Bilirəm, nədən bilirsən? Habitus, Afurca xəstəxanasının tarixində ilk cərrahiyyə əməliyyatı, özü də müvəffəqiyyətlə. Əliyar Əliyarov Afurcu üzərində şimşək çaxdıran, dolu tökdürən qara buluda oxşuyurdu. Qaşqabağı açılmırdı. Qara buludun ömrü qısa olur, qəzəbi tez soyuyur, ötüb keçir. Baş həkimin isə şimşəyi də, dolusu da içəri, öz ürəyinə düşdüyündən eyni açılmırdı. O bilirdi ki, qalibə cəza, töhmət yoxdur. Dağlar qoynundakı uzaq kənd xəstəxanasında aparılmış cərrahiyyə əməliyyatını o cavan bir qızın xilası kimi deyil, öz nüfuzuna qarşı sui-qəsd kimi qəbul edirdi.